15-ci sualda nə deyir? Yəni B bəndinin ikinci hissəsinə baxa bilərsiniz. O amin turşu deyil, axı spirt deyil o. 15-də hansı Bəli. birləşmələrdən biri nitro birləşmələri, digəri amin turşu. Amin turşu da buxardan spirt oldu ki. Amin turşu adını deyir. Amin deyirəm, turşu deyirəm. 5 nötr olur ki. Nəyin? Aminlərin özlərinin formulu CnH2n plus 1 idi də. Amma CN, bir, H2 plus 1 nitro birləşmələri yoxsa NH2. aminlər? NH2. Aha. Amma birinci nümayəndəsi C6H5NH2-dir. Yəni o nötr olur. Harda yazıb ki, birinci nümayəndəsi 6H5 NH2. Mən səhv oxumuşam. Baxın. Aromatik aminlərin ilk nümayəndəsi olan Aromatik amin ola bilər də. Yəni bir halqa əmələ gətirməsi üçün gərək ki, bir altısı olsun. Aromatik deyirsən. Hə, odur. Heç. Bəli. Sonra sonra 67. Neyse. Hı -hı. 67. Qaz halında olan hansı maddə doymuş aminlərin homoloji sırasının birinci nümayəndəsindən yüngül, lakin aslin sırası karbohidrogenlərin birinci nümayəndəsindən ağırdır? Deməli, doymuş aminlərin homoloji sırasının birinci nümayəndəsindən yüngül. Birinci nümayəndəsi CH3NH2-dir və bunun molekul kütləsini hesablasaq 12, bu 3, bu 15. 15, bu da neçədir? 14, 2, 16. Düzdür? Bu elədi 31. Aha, bundan yüngül deyir. Lakin aslin sırası karbohidrogen birinci nümayəndəsindən ağır. Aslin sırası yəni alkinlər nəzərdə tutulur. Birinci nümayəndəsindən ağır. Bu eləyir 12 vuraq ki 24, 24-dən üstə 2, 26. Yəni bu aralıqda hansı qaz yerləşir? Baxaq. Birinci A variantı. Onun kütləsi 14 vuraq ki 28. 28 bunların arasında yerləşir də. A variantıdır. Digərlərinə baxaq. Helium kiçikdir bunlardan. CH4 bunlardan kiçikdir. Oksigen ümumiyyətlə bundan böyükdür. Bunların aralığında deyil. Bunların aralığında qiymət almalıyam. 44 də böyükdür. Deyil. Elə A variantıdır. Başa düşdün? 98 var sonra. Neçə? 98. Orada metil amonyumu yazamadım. Nətər yazılırsa belə. Metil amonyum xloridlə qələminin. Metil amonyum. Bax, hər birini yazırım. Metil yazdım. Amonyum ionunu bilirsən də. Bir də xlorid. Şu. Bunun qələminə reaksiyası. Qələbi deyirəm. Amonyak yazıram. Natrium OH. Əmələ gəlir natrium xlor. B bəndidir. CH3 NH2. Buradan bir hidrogen qopur. OH-dan birləşir. Su. Все. Bax, nədir yazdım? Metil amonyum xlorid. Yan yana yazdım. Bəli, başa düşdüm. Sonra elə sizə belə şifahi kimi suallar çox düşər. 125 var.
Metilamin və etandan ibarət 22,4 litr qaz qarışığını klorid turşusu olan qabdan keçirdikdə qabın kütləsi 7,75 qram artır. İlkin qaz qarışığında metilaminin həcm payını hesablayın. Metilamin bir də etandır. Bu 1 moldur. Klorid turşusundan keçirirəm. Onda bu reaksiya getməyəcək. Getməz, klorun özündən gedir. Bu doymuş birləşmədə getmir. Amma bundan gedir. Alınacaq metil, ammonium, klorid. Klorid. Sonra qabın kütləsi 7,75 qram artır. Bax, bunun kütləsi nə qədərdirsə, qabın kütləsi o qədər artır. Yəni, H-klorun kütləsi qədər. 36,5 qram artır əslində. Əgər qabın kütləsi 36,5 qram artırsa, 1 mol metilamin reaksiyaya girir. Yaxşı, 7,75 qram artanda nə qədər? 7,75-ə x. 7,75 bölürəm 36,5-ə. Elə bildim, H-kloru bunun üzərindən keçirilir. Klorid turşusu olan qabdan keçirdikdə, onda klorid turşusu olan qabdan keçirəndə klorid turşusu özündən CH2NH2-ni tutub saxlayacaq. Tərsinə olsaydı ki, bu olan metil deməli amin bir də etan olan qaba H-klor əlavə eləyəndə artım, bunda H-klorun hesabına. Amma burada klorid turşusu olan qabdan keçirəndə metil amin hesabına artım olacaq. Yəni, metil amin kütləsinə görə hesablayacaq. Yəni, burada artım 10 nəzərdə tutur. Buna uyğun eləyək. Yəni, NH2, burada C2H6. Aha. Yazıram bura. Metil amin kütləsi nə qədərdir? Verilib burada 31. 31 olanda kütləsi 31-dir. Burada isə 7,5 qramdır. 31 olanda metil aminin həcmi 22,4 litrdir. Çünki 22,4 litrin həcmi 31-dir də. Burada 7,75 deyəndə görüm həcmi nə qədərdir. Bunun hesabına artım olur. Onda neyinirəm? 7,75-i vururam 22,4-ə, bölürəm 31-ə. Deyəcək 5,6 litr. 5,6 litr. Ümumi qarışıq isə 22,4 litrdir. Metil aminin həcm payı deyir deyə, metil aminin həcmini bölürəm ümumi həcmi. Vururam 100-ə. Bu da 4də 1 eləyir. 4də 1 də 25%. Başa düşdün, qabdan keçirəndə bunun hesabı. Bu iki qazı qarışdırıb, H-klor olan qabdan keçiriblər. H-klor özündə metil amini tutub saxlayıb. Onun hesabına qabın kütləsi artır. Mən bayaq elə bildim, H-kloru gətirib tökürlər. O qabdan keçirilir. Aha. Aydın oldu mu? Sonra? 133-134 tipinin işlənmədi. 133-134. Aha. Deyir ki, formulalar əsasında uyğun gələn belirli amillərin sayı. Bax, bunlar düşür. Bayaqki məsələdən düşməyə də bilər, amma bunlar mütləq düşür. C2H5NH2. O formulaya uyğun belirli amillərin sayı. Deməli, C2H5NH2 yazıram C2H5NH2. Bunu başqa cür necə yaza bilərəm? Elə belədir də, bunu başqa cür heç cürə belirli amil yarada bilmirəm. Birinci elə A düşür. Yəni, bunu heç cür başqa cür yazmaq olmur. Mən bunu NH qoyub, bu tərəfinə CH3, CH qoysam, o C2H5 o cür formada yazsam, ikili amil alaram. Mənə elə birli amil deyir. Yəni, bunu başqa heç cür yazmaq mümkün deyil. Elə birinciyə A variantı uyğun gəlir. Sonra gəlirəm ikinciyə. Bu C3H7NH2-ni həm propil amin, həm izopropil amin kimi yazmaq olar. Bunu propil amin bu formada yazırıq. İzopropil də bax bu formada yazırıq. Propil amin, bu da izopropil amin.
İkincini deməli hansı formada yaza bilirik? İki formada, yəni bunun başqa cürə variantı yoxdur. İki formada yazılır. Üçüncünü isə görək neçə formada yaza bilərik. Bunu deməli 4 cür yaza bilərik. Niyə? Normal butil, izobutil, ikili butil, üçlü butil. Elə bunu heç yazmasaq da bilirik də. 4 cür butil radikalımız var ya bizim. Bəli. Şu yazmasaq da bilərik. 1A, 2B, 3D. O birində Bu də son başa düşmüşəm. Heç nə bilmirəm. o birində də əmələ gələn ikililərin sayını deyir. İkili deyəndə də NH qoyub bu tərəflərə düzəltsən də o formanı düzəldəcəksən. Yazın. Yo, bildim. Vardı. O tekanı da işləyib mənə atarsın.